Hamıya salam. Bugün ben özüm ev şəraitində öz saçlarımı kəsəcəm. Daha doğrusu saçlarımın uclarını biraz düzəltmək istəyirəm, düz kəsim eləmək istəyirəm. Çünki mən bir ildir ki, bu uclara dəymirdim və bundan o tərəfə saçlarım artıq uzanmır. Mən bu saç qıranları, bu krişini, xvostikləri kəsməliyəm ki, mənim saçlarım sağlam görünsün və uzansın. Saçlarımı yaxşı nəmləndirdim və ya su əvəzinə mən sadə su elədim. Sprey də eləyə bilərsiniz, fərqi yoxdur. Saçlarımı belə iki yerə bölürəm. Arxadan da rezinkalar lazım olacaq. Belə 2 ədəd. Deməli, 2 yerə saçlarımızı böləndən sonra belə düz qəşəng darayırıq və bu şəkildə səliqəli saçlarımızı yığırıq rezinka ilə. Daha sonra bunu da düz daraya da bilərsiniz, əlinizlə də düzəldə bilərsiniz ki, düppələm düz olsun və artıq istədiyiniz, məsələn, uzunluğu seçirsiniz, hardan kəsəcəksiniz. Məndə professional qaçı yoxdur, amma professional qaçı olsa daha yaxşı olar. Məndə görürsüz, bu saçları, saç qıranları saçımda tökülür. Götürürəm və əlimizlə də tuturuq və kəsirik düz. Məncə bu qədər kifayətdir. Belə preslayıram, tuturam və görürəm ki, düzdür. Amma məsələn 1-2 dənə əyrilik var. Bunları da düzəldirəm. Amma burada çox səbirli olmalısınız ki, düz kəsim olsun. Belə, məncə düzdür, əladır. İndi isə açırıq və saçlarımı fellə qurudacağam. Sizə göstərəm. Saçlarımı sadə fellə qurutdum və gəlin sizə saçlarımın ucunu göstərim. Buna baxın bir dənə qızlar. Sanki makiyaj fırçasıdır. Çox canlı göründü, düz oldu, çox qəşəngdir, çox bəyəndim və eləcə də arxadan da saçlar belə qəşəng düz görünür. Səliqəlidir, əyrilik yoxdur. Sadəcə yenə də saçlarınızı mütləq nəmləndirin və rezinkaları biraz sıx edin, yaxşı bağlayın ki, alınsın. Düz kəsim istəyirsinizsə, bu şəkildə özünüz öz saçlarınızı kəsə bilərsiniz. Yəni çox qəşəngdir və çətin deyil. Sizin üçün faydalı oldusa, mütləq mənə abunə olun və rəy bildirməyi unutmayın. Çünki mən rəyləri hər zaman oxuyuram, cavablayıram və mənim üçün çox xoş olar ki, mən özüm istifadə etdiyim faydalı texnikaları, faydalı üsulları, yəni sizlərlə bölüşürəm və siz də bunu edirsiniz və həqiqətən də yəni faydası olur.